Murovdağ və Şahdağ silsiləsinin yamaçlarını əhatə edən Azərbaycanın bu bölgəsi zəngin tarixə və çox böyük təbii sərvətlərə sahibdir. Bu diyar həm füsunkar təbiət gözəllikləri, həm tarixi abidələri, həmçinin Alban dövrünə aid məbədləri, nağıl kimi ecazkar kəndləri və Sovet dönəmindən qalma sənayeləşmənin izləri ilə Azərbaycanın xəritəsində özünə xüsusi yer eləyib. Ərazisi dağlıq və dağətəyi zonalardan ibarət olan bu bölgə Azərbaycanın qərbində, Kiçik Qafqaz dağlarının şimal-şərqində yerləşir. Vaxtilə o böyük sənaye mərkəzi olub. Bölgənin bəzi yerlərində görəcəyiniz dəmir kanat yolları məhz o dövrün nişanəsidir. O həm də çox qiymətli və dəyərli turistik bölgədir. Torpağının altı da, üstü də sərvət olan bu diyar Daşkəsəndir. Onu tanımaq və kəşf eləmək üçün buradayıq. Salam Daşkəsən. Daşkəsənə qədəm qoyan andan özünüzü fərqli bir diyarda hiss edəcəksiniz. O, Azərbaycanın heç bir bölgəsinə oxşamır. Yol boyu görəcəyiniz mənzərələr, körpülər, ilan kimi qıvrılan dağ yolları, nəhəng kanyon, qayaların üstündə inşa olunan rəngbərəng yaşayış binaları sizi qeyri-adi bir atmosferə kökləyəcək. Daşkəsən dağlıq ərazi olduğunu, həmçinin sənaye şəhər imicini ilk görüşdən sizə təqdim eləyəcək. Daşkəsən rayonu 1930-cu ildə inzibati ərazi kimi yaradılıb. Rayonun mərkəzi olan Daşkəsən şəhərinin əsası 1948-ci ildə qoyulub. 1956-cı ilə qədər Dəstafur adını daşıyan bu bölgə həmin ildə Daşkəsən adlandırılıb. Dəniz səviyyəsindən orta hesabla 1600-1800 metr yüksəklikdə yerləşən Daşkəsən, paytaxt Bakıdan 396 kilometr aralıda yerləşir. Bu bölgədə iqlim əsasən mülayim dağlıq iqlimi tipinə aiddir. Qış ayları soyuq və qarlı, yay ayları isə mülayim sərin keçir. Bu da onun turistik bölgə kimi cazibəsini artırır. Azərbaycanın elm adamlarının 1980-ci illərdə keçirdiyi qazıntılar nəticəsində məlum olub ki, qədim insanların məskəni olan bu ərazilərdə uzun müddət köçəri ovçu tayfaları məskunlaşıb. Erkən orta əsrlərdə isə Daşkəsən indiki Qafqaz Albaniyasının tərkibində olub. Burada inşa olunan məbədlər bölgədə 4-8-ci əsrlərdə xristian Alban tayfalarının yaşadığını göstərir. Daşkəsən adı daşqıran, daşkəsən və ya daş çıxarılan yer mənasındadır. Burada daş sözü bölgədə hasil olunan dəmir filizi anlamında işlədilir. Beləliklə, Daşkəsən adı həm coğrafi, həm sənaye fəaliyyətini özündə əks elətdirən bir toponimdir.
Daşkəsən rayon kimi əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. Burada geoloji araşdırmalar ilk filiz hasilatı hələ 19-cu əsrin əvvəllərindən başlanıb. Bölgənin real inkişaf mərhələsi isə Sovet dövrünə təsadüf edir. Daşkəsən təbii ehtiyatları ilə çox zəngin bir bölgədir. Əsas sərvətlərindən biri də dəmir filizidir. Dəmir filizi sənaye yolu ilə ilk dəfə 1954-cü ildə istismara verilibdir. Onu da deyim ki, çıxarılan filizi daşımaq üçün burada təxminən uzunluğu 4 kilometrə yaxın dəmir kanat yolu çəkilib. Sovetlər Birliyi dağılandan sonra gördüyünüz bu qurğu da tarixə qovuşub. İndi sadəcə o, öz dövrünün ruhunu əks elətdirir. Filiz yataqlarının geniş istismarı dövründə Daşkəsəndə kilometrlərlə uzanan dəmir kanat yolu salınır. Hətta çox çəkmədən bu kanat yolu bölgənin rəmzlərindən birinə çevrilib. Daşkəsən dəmir filizi yatağı keçmiş Sovetlər Birliyi dönəmində SSR məkanında ən zəngin yataqlardan biri kimi tanınırdı. Həmin dövrdə burada mərmər, əhəng və tikinti daşlarının hasilatı da genişlənmişdi. Daşkəsən mərməri markası vaxtilə çox məşhur idi. Azərbaycanda çox məşhur olan gördüyünüz bu dəmir kanat yolu Daşkəsənin əvvəllər mərkəzindən keçirdi. İndi cəmi 2 kəndin ərazisində qalıb. Onlardan biri Alunit Dağ qəsəbəsidir, o birisi isə Kəmərqaya kəndidir. Dövrünün nişanəsi olan bu kanat yolları bu ərazilərdədir. Onları görsəz dövrün ruhunu hiss edəcəksiniz. 1990-cı illərin əvvəllərində SSR-nin dağılması ilə iqtisadi geriləmə yaşansa da, hazırda bölgədə əsasən mərmər, qızıl, mis, əhəng və dəmir filizinin hasilatı davam edir. Daşkəsən bugün təkcə sənaye rayonu deyil,
həm də tarixlə təbiətin qovuşduğu bir bölgədir. O, iqlimi, flora və faunası, həmçinin su ehtiyatları baxımından da çox unikal bölgədir. Daşkəsən ekoturizm baxımından da böyük imkanlara sahibdir. Onun təbiəti də zəngin meşə örtüyü ilə fərqlənir. Ümumi əraziyə nisbətdə meşəlik sahələr təxminən 24% təşkil edir. Tədqiqatlara əsasən Daşkəsənin meşələrində 500-dən çox ali bitki növü qeydə alınıb ki, onlardan bir neçəsi nadir və endemikdir. Bu gözəl diyar zəngin yeraltı sərvətləri və füsunkar təbiəti ilə yanaşı, həm də qədim tarixə malik kəndləri, mineral bulaqları, yamyaşıl yaylaqları və dağlıq relyefi ilə seçilir. Daşkəsənin mərkəzindən təxminən 18 kilometr məsafədə, bölgənin dağlıq ərazisində yerləşən Qabaqtəpə kəndi tarixi baxımından əhəmiyyətli yaşayış yerlərindən biridir. Kəndin adı coğrafi mövqeyi ilə bağlıdır. Qabaqda yerləşən təpə mənasındadır. Qabaqtəpə çayının hər iki sahilində yerləşən kənd qədim memarlıq abidələri, Alban məbədləri ilə diqqət çəkir. Bura Daşkəsənin Qabaqtəpə kəndinin ərazisidir. O adını yaxınlıqdakı dağın adından götürüb. Kəndin girişində, yolun qırağında belə bir möhtəşəm və unikal Alban abidəsi var. Mütəxəssislər onu 14-15-ci əsrə aid edirlər. Məbəd öz dövrünün ruhunu heç bir müdaxilə olmadan demək olar ki, necə var, eləcə də qoruyub saxlayıb. Məbəd dövrünün ab-havasını, memarlıq imkanları və görkəmi ilə çox gözəl ötürür. Daşların quruluşu, sütunların düzülüşü, tavanı, mehrabı, ümumiyyətlə məbədin tikintisi və abidənin günümüzə qədər gəlib çıxması, hətta dağıntıları olsa belə, yenə insanda heyrət yaradır. Bu məbəd üç nefli, düzbucaqlı bazilikadır. O çöldən yığcam görünsə də, içərdən çox möhtəşəmdir. Bəzi dağıntılara məruz qalmağına baxmayaraq, bu Alban məbədi öz əzəmətini itirməyib. Dağlara söykənən qərb tərəfdən meşələrlə əhatə olunan Qabaqtəpə kəndi Daşkəsənin böyük ərazilərə sahib kəndlərindən biridir. Kəndi meşəlik ərazilərdə müxtəlif adlardan ibarət onlarla gür çeşməli, şəffaf, müalicəvi əhəmiyyəti olan bulaqlar var. Onların sorağı ilə başqa kəndlərdən də bura sakinlər gəlir. Belə bulaqlardan birinin ayağına getmək üçün dağların, meşələrin arası ilə bir xeyli yol getdik. Yol boyu qarşımıza çıxan mənzərələr göz oxşuyurdu. Çayın qırağında piknik quranlar, qalın və seyrək meşənin heyran edici yaşıllığı, yaylaqlardan gəlib yolumuzdan keçən sürülər, təmiz və sərin hava, bir sözlə gördüyümüz, rastlaşdığımız hər mənzərə səfərimizi bulağa çatana qədər yadda qalan anlara çevirirdi.
Xoş təəssüratların təsiri altında nəhayət gəlib bulağı gördük. Daşkəsəndə mineral tərkibli bulaqlar çoxdur. Onların içərisində bəziləri daha populyardır. Bu məşhur bulaqlardan biri də gördüyünüz bu yumurtalı bulaqdır. Tərkibi kükürtlüdür və dadı yumurta dadı verir. Ona görə də yerli sakinlər ona yumurtalı bulaq deyirlər. Bulağın xeyri bir yana, onu görməyə gələndə yol boyu görəcəyiniz dağlar, dağ zirvələri, çəmənlər, meşələr, yaylaqlar sizi valeh eləyəcək və bu səfərinizə xüsusi bir rəng qatacaq. Bulağın töküldüyü yerdə daşların üzərində əmələ gələn rəngli örtük, suyun dadı, qoxusu tərkibindəki mineralların zənginliyindən xəbər verir. Ümumiyyətlə, Daşkəsəndə mövcud olan mineral tərkibli hər bulağın özünün spesifik dadı və qoxusu var. Yumurtalı bulağın özəlliklərindən biri isə onun yerləşdiyi ərazidir. Bulağın düz yanından axan bol sulu dağ çayı, ətrafdakı dağlar, zirvələr onun dəyərini 1-ə 5 artırır. Turizm üçün xarakterik olan bu yerlər olduqca ecazkar təbiət gözəlliyinə sahibdir. Qoşqar, Həsən nənə, Həsən baba, Gülür zirvələri, ucu bucağı görünməyən Qabaqtəpənin yaylaqları bura yolu düşən hər kəsi valeh eləməyə qadirdir. Belə füsunkar yerlər həm də yaylaqların məkanıdır. Hər il mövsümündə çobanlar bu yaylaqlara otarmaq üçün minlərlə malqara gətirirlər. Yaylaqlara köç eləyən çobanlar və onların ailələri aylarla alaçıqlarda qalırlar. Yolumuza biraz ara verib buradakı sakinlərlə söhbətə tutduq. Qonaqsevər sakinlər bizi bu dağlardan yığılan faydalı dərman bitkilərindən hazırlanan çaya qonaq elədilər. Söhbətimiz də şirin alındı. Bu yaylağın adı var. Nə adlanır bura? Daşkəsən rayonunun Qaşqar çayın Şəmkir yaylağı bura. Siz nə vaxt gəlirsiniz, nə vaxt gedirsiniz? Biz may ayının axırında 25-ində gəlirik bura. Sentyabrində nə bilim 15-20-si də qayıdıb ki, çıxıb gedirik. Başqa qonşu rayonlardan kimsə gətirir, sürüsünü? Xeyr, yox, gətirmirlər. Elə özümüz gəlirik. Neçə ildir gəlirsiniz? 4 ildir gəlirəm, mənim özüm 4 il. Aha, 4 ildir. Burada neçə ailə var belə? Bir olar hardasa 1-10 dənə çoban. Siz qonşusuz, tanışsınız, qohumsuz? Hamı kəndçi, qohum, tanış, dost. Yaxşı, burada həyat necədir bu yaylaqda? Lap gözəl. Qıraqdan belə gözəl görünür, indi bilmirəm siz. Yox, lap gözəl. Mən hər il deyirəm mən gedəcəm yaylaqlara. Yaylaq. Yaylaqsız durmaq ola bilməz. Aha. Aran istidir, aranda durmaq olmur. Amma bura gəlirsən, təmiz hava, təmiz məhsul tutursan, yağ, pendir. Məhsulunu tutub aparıb aranda rahatda yeyirsən qış. Yığdığınız məhsul hansı? Bəli, yığdığımızı yığıraq, yığmadığımızı satıraq da belə. Hə, satıraq. Buradan gəlib alırlar, yoxsa aparıb siz? Burada da gəlib alırlar, gəlib alanı alır. Yağ alırlar, pendir alırlar, çolp alırlar, qaz alırlar, hunduşka alırlar, quzu alırlar, dana, mal, nə desən alırlar. Qabaqtəpənin təbiəti kimi ondan qidalanan, gül çiçək bolluğunda pərvazlanan arılar da fərqlidir.
Dünyada məşhur olan Qabaqtəpə boz arı cinsi məhz bu torpağın, bu regionun adı ilə bağlıdır. Daşkəsənin Qabaqtəpə kəndində bir arı növü var ki, dünyada ondan yoxdur. Adına da boz arı deyirlər. Məzahir müəllimin həyətində bu arılardan çoxdur. Məzahir müəllim, bu arıların xüsusiyyəti nədir? Bu arılar məsələ o başqa arılarla götürəndə bunlarda yük götürmə qabiliyyəti, bir də ki, xortum məsələsi var. Əksər bir çiçəkdən bu yerli sort arı götürə bilir, amma o birisi arılar götürə bilmir. Bu arılar soyuğa davamatlıdır. Amma o birisi arılarla eyni bir yerə qoy, baxacaqsan ki, ondan işləmirlər, amma bu yerli sort üzrə işləyir. Soyuq bir havada da bu arı işləyir. Bu arı növü təkcə Qabaqtəpə kəndindədir və ya təkcə sizin həyətdədir? Ünlü, məsələ o kənddir, olanı da var, amma çoxu baxsan ki, dəyişkənlik var, dəyişir. Bunun dəyişməyi də odur ki, mənim yerim, məsələ qışlama da burada qalır, heç bir yana çıxartmır. Arada o döllənmə devri var. Məsələ çıxır, o döllənmə devrində o yerli sortlar, məsələ biraz pampaqlıq olur. Bu met sortu cıvraq olur. Döllənmədə əksər bir şeydə görürsən ki, onunla döl götürür. Onunla da nə qədər dəyişkənlik get-gedə elə bir ki, demək olar ki, gen dəyişir arının. Qabaqtəpə arıları açıq boz rəngdə olurlar. Onların xortumlarının uzunluğu 6,9 mm təşkil edir. Bu isə arıya üstünlük verir. Qabaqtəpə arıları həm də çiçəklər arasında seçim eləmirlər. Bu da onu başqa növ arılardan fərqləndirir. Eyni zamanda boz arılar digər Qafqaz arıları kimi sancmağa meyilli deyirlər. Bu isə arıçılara üz toru taxmadan işləmələrinə imkan verir. Ümumilikdə Bozdağ Qafqaz arıları xortumunun uzunluğu, sürətli çoxalma qabiliyyətinin olması və qışı yaxşı keçirmələri ilə seçilirlər. Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna və Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını Daşkəsənə cəlb edir. Xoşbulaq kəndi bu gözəlliklərin tam mərkəzindədir. Bura Daşkəsənin ən səfalı və turistik kəndlərindən biri olan Xoşbulaqdır. Qoşqarçayın sahilində yerləşən bu kənd şəhərin mərkəzindən təxminən 7 kilometr aralıqda yerləşir. Onu da qeyd edeyim ki, qədim xəritələrdə bu kənd Xanbulaq kimi göstərilir. 1991-ci ildə ona Xoşbulaq adı veriblər. Bu kənd Azərbaycanda yerli turistlərin ən çox səfər elədiyi kəndlərdən biridir. Xoşbulaq kəndi dağlıq ərazidə yerləşən sakit və təbiətə yaxın yaşayış yeridir. Havasına və turizm imkanlarına görə kənddə günün istənilən saatında həyat qaynayır. Xoşbulaq kəndində axşam saat 9-dan sonra hava o qədər soyuq olur ki, üst geyimsiz, pencəksiz bayırda çox oturmaq mümkün deyil. Belə hava yayın ən isti aylarında belə yaşanır. Bu da yerli və xarici turistləri cəlb edən amillərdən biri, bəlkə də birincisidir. Xoşbulağın turizm üçün çox böyük imkanları var. Eyni zamanda dağın ətəyində yerləşən Xoşbulaq yay aylarında şəhərdən uzaq, təmiz hava, sərin bulaq suyu, gəzinti və istirahət üçün turistlərə görə ideal məkandır.
Daşkəsənin dağ kəndləri həm mənzərəsi, həm kənd ab-havası, koloriti, həm də tarixi ilə seçilirlər. Bu kəndlər çinlərində keçmişin yükünü, hadisələrini, yaxşı və pis günlərini daşıyırlar. Onlar bölgənin yaddaşıdırlar. Daşkəsənin keçmişini, yaddaşını yaşadan kəndlərdən biri də Dəstəfurdur. Kənd adını sahildə yerləşən Dəstəfur çayından götürüb. Daşkəsən rayonu 1956-cı ilə qədər Dəstəfur adlanırdı. Kəndin digər yerli adı Qızıltaxçadır. Kəndin ərazisində bir neçə qədim abidə var. Ən məşhur abidəsi Dəstəfur Bazilikası adlanan erkən xristian dövrünə aid kilsədir. Bu bazilika Qafqaz Albaniyasının memarlıq nümunələrindən biridir və 4-6-cı əsrlərə aid olduğu ehtimal olunur. Bazilikanın inşasında çaydaşı və əhəng məhlulu istifadə olunur. Kəndin ucqar nöqtələrindən birində ucalan Gəlin Qayası landşaf abidəsi də mühüm simvolik məna daşıyır. Hündür dağın başında yerləşən abidəni görmək üçün dağ cığırları ilə təxminən 25 dəqiqəlik yol qalxdıq. Biz Daşkəsənin Dəstəfur kəndi ərazisindəyik. Burada bir neçə abidə var. Onlardan biri də gördüyünüz bu təbii, unikal abidədir. Gəlin Qayası landşaf abidəsi. Bəzi mənbələrdə göstərilir ki, bu abidə 1139-cu ildə zəlzələ nəticəsində əmələ gəlib. Dəniz səviyyəsindən 2364 metr hündürlükdə yerləşən bu abidə fədakarlıq və müdriklik rəmzidir. Gəlin Qayası abidəsi Əhmədli Dəstəfur yolunun təqribən 3 kilometrliyində sal qaya üzərində yerləşir. El arasında daşa çevrilmiş gəlin haqqında rəvayətlərlə əlaqələndirilən abidə demək olar ki, o qədər də böyük olmayan 3 qaya parçasının üzərində dayanır. Dağın sinəsində ətraf mühitlə harmoniyada ucalan, insan siluetini xatırladan bu iri qaya parçası möcüzəvi duruşu ilə insanda heyrət yaradır. Buradan ətrafa açılan mənzərə isə valeh edicidir. Daşkəsən Kiçik Qafqazın şimal-şərqində yerləşdiyi və səthi şimala doğru açılan dağlarla əhatə olunduğu üçün olduqca göz oxşayan mənzərəli görkəm alır. O, bu gözəlliyi ağuşuna aldığı kəndlərlə də bölüşür. Ona görə də Daşkəsəndə kəndlər bir-birindən gözəl və səfalıdır. Gözəlliyini kəşf eləmək üçün seyrinə çıxdığımız Bayan kəndi Daşkəsənin mərkəzindən 25 kilometr aralıda yerləşir. O, mədəniyyət və tarix baxımından zəngin kənddir. Burada bir çox tarixi məbədlər yerləşir. Bura Daşkəsənin Bayan kəndidir. Vaxtilə burada mədənlər fəaliyyət göstərib. Bu kənd həm də kinematografçıların sevdiyi bir kənddir.
onu kinematografik kənd adlandırırlar. Azərbaycanda istehsal olunan bir çox film və seriallar məhz bu kənddə lenta alınır. Kəndin küçələrini gəzdikcə adam özünü kino aləmindəki kimi hiss edir. Kəndin adı Türkçə bayan, varlı, zəngin sözündən irəli gəlir və ərazi olaraq münbit torpaq sahələrini, bol su mənbələrini ifadə edir. Bayan kəndi həm də özünün quruluşu, özünə məxsus kənd koloriti, dolambac küçələri ilə də yerli və xarici turistlərdə maraq yaradır. Daşkəsəndə olanda gözəllikləri ilə seçilən bir neçə kəndin seyrinə çıxdıq. Onlardan biri də Əmirvar kəndi oldu. Bu kənd Daşkəsənin erkən orta əsr dövrünə aid memarlıq izlərini qoruyub saxlayan ərazilərdən biri kimi tanınır. Bəzi tədqiqatçılar Əmirvar adının qədim türk tayfa adlarından gəlməsini qeyd edirlər. Əmirvar kəndi həm də yaxınlıqda yerləşən şəlalə ilə tanınır. Onu da qeyd edeyim ki, həmin şəlaləni tapmaq üçün yollarda işarələr var və turistlər üçün informasiya lövhələri yerləşdirilib. Şəlaləyə qədər Əmirvar kəndini piyada gəzib görəndə onun ruhunu daha yaxşı duyursan. Əmirvarın yolları, evləri, həmçinin Əmirvar şəlaləsinə aparan meşənin içindən keçən cığırlar və onların mənzərəsi sizi ofsuna salacaq. Daşkəsənin səfalı kəndlərindən biri də Əmirvardır. Hal-hazırda biz onun ərazisindəyik. Onun gəzməli, görməli yerləri çoxdur. Amma ən gözəli və əl çatanı Əmirvar şəlaləsidir. Yerli sakinlər ona şırşır deyir. Bura yol meşənin içindən keçir. Əsl mənzərəli hiking marşrutudur. Daşkəsənə gələndə mütləq Əmirvar kəndinin və Əmirvar şəlaləsinin seyrinə gəlin. Məsləhətdir.
Əmirvar sakinlərinin Əyriçay adlandırdıqları çay mənbəyini yaxınlıqdakı dağlardan alır. Əyriçay yaz aylarında bol sulu olur. Dar dərədə sıxılan Əyriçayın sal qayaların arasından keçib aşağı töküldüyü yerdə gördüyünüz bu Əmirvar şəlaləsi yaranır. Bu yer piknik qurmaq, təbiət qoynunda dincəlmək üçün ideal məkandır. Təsadüfi deyil ki, mövsümündə bura hər gün yüzlərlə yerli və xarici turistlər gəlir. Özünə məxsus gözəlliyə sahib Daşkəsənin kəndləri turistlər üçün maraqlı, görməli, fərqli və yeni məkanlardandır. Daşkəsəni əhatə edən dağ zirvələri də turistləri maqnit kimi özünə çəkir. Bu zirvələr bölgənin cazibəsini qat-qat artırır. Daşkəsən ərazisində yerləşən çox məşhur olan zirvələrdən birini, Qoşqar dağının zirvəsini kəşf etmək qərarına gəldik. Amma əvvəlcə bizi zirvəyə aparacaq bələdçini tapdıq. Çünki bələdçisiz o zirvəyə qalxmaq məsləhət deyil. Qoşqar dağı yüksəkliyi və əzəməti ilə seçilən Azərbaycanda məşhur dağlardan biridir. Bənzərsiz landşaftı və dəyişkən iqlimi ilə seçilən Qoşqarın yamaçları, yaylaqlar, otlaqlar və təmiz bulaqlarla zəngindir. Daşkəsəni bir neçə dağ zirvəsi əhatə edir. Onlardan biri də Qoşqar dağıdır. Hal-hazırda biz Qoşqar dağının zirvəsindəyik. Hündürlük 3361 metr. Bu dağ zirvəsindən ətrafa çox gözəl bir mənzərə açılır. Onu da deyim ki, məhz Qoşqar dağının zirvəsindən siz Daşkəsəni, onun kəndləri ilə yanaşı, həmçinin Azərbaycanın digər rayon və kəndlərini də aydın şəkildə görə bilərsiniz. Qoşqar dağının zirvəsinə buludlarla zirvənin qovuşan nöqtəsi də deyirlər. Burada olanda siz onu hiss eləyəcəksiniz və bu hissi yaşamaq adama zövq verir. Qoşqar adının etimologiyası həm iki zirvəli dağ mənasında, həm də bəzi tədqiqatçılar tərəfindən qoş 2, qar qarlı yer kimi yoxsulur və iki başlı qarlı dağ anlamını verir. Qoşqar həm də Azərbaycanda geniş yayılmış qoş toteminə inamı özündə daşıyan güc və dözümlük rəmzi sayılır. Zirvədə el arasında müqəddəs ocaq, pir kimi tanınan ziyarətgah da var. Burada bir övliyanın dəfn olunduğu qeyd olunur. Bəzən yerli sakinlər burada dini rituallar da keçirirlər. Bu ziyarətgaha əsasən yay aylarında gəlirlər. Qoşqar zirvəsinə turlar da həyata keçirilir. Trek marşrutu Daşkəsən şəhərindən başlayaraq
kəndlər arası yollardan keçərək zirvəyə çatır. Marşrut orta səviyyəli yürüşçülər üçün çox əlverişlidir. O, alpinizm, dağ yürüşlərini sevənlər üçün maraqlı və əvəz olunmaz dağlardan biridir. Tarixin bir çox hadisələrinə şahidlik edən Qoşqar dağı təkcə yüksəklik deyil. Qoşqar dağı həm təbiət gözəlliyi, həm tarixi, həm də mifoloji zənginliyi ilə seçilən Azərbaycanın qiymətli təbiət abidələrindən biridir. Bir neçə dağ zirvələrini başına toplayan, Azərbaycanın bir çox kənd və şəhərlərinin kürəyini söykədiyi bu qocaman dağ kəşf elədiyimiz və aşiq olduğumuz ən gözəl dağlardan biri oldu. Daşkəsənin havası, suyu adamı tez acdırır. Burada belə deyirlər və bu həqiqətdir. Burada olanda siz də bunun şahidi olacaqsınız. Məhz ona görə Daşkəsə mətbəxi tezbazar bişirilən yeməklərlə zəngindir. Amma Daşkəsə mətbəxində bir neçə təam var ki, onları bişirəndə tələsmək olmaz. Bunlar əsasən ət yeməkləridir. Aleykümselam, hoş geldiniz. Çox sağ olun. Bu günləri nə hazırlayacağıq? Dananın bel ətindən bastırma, quzun ətindən buğlama. Çərkez müəllim, bunları hazırlamaq üçün bizə nə lazımdır? Bastırmanı hazırlamaq üçün lazımdır duz, istoz, soğan, kək otu. Quzunça ətini qazanda bu sifarişə baxır, zövqə baxır. Ya sarımsaqla, ya kək otu ilə duz vururuq, soğan vururuq, ya kək otu vururuq, veririk müştəriyə. Buğlama suda pişirsə, bu sonradan hazır versiyası sulu olur, yoxsa az sulu olur? O, yenə müştərinin zövqü ilə az da ola bilər. Müştəri var ki, deyir, o biraz suyu artıq olsun, stəkanlar da verin, onu biz içək. Bunlar mövsümi yeməklərdir, yoxsa istənilən mövsümdə bunları yemək olar? Bunlar hər zaman yeyilən xörəkdir, amma biz qış mövsümündə işləmirik. Orada qar olduğuna görə qonaqlar gəlmir, ancaq yay mövsümündə işləyirik. Birinci nədən başlayaq? Birinci, buğlamanı qoyaq üstünə, çünki buğlama biraz geç pişəcək, ondan sonra bastırmanı pişirək. Onda başlayaq. Başlayaq. Daşkəsən mətbəxindən hazırlanan 2 təamımız artıq hazırdır. Onlardan biri bastırma, yerli sakinlər ona şapalaq da deyir. Bu hardasa steyki xatırladır. O birisi isə buğlama. Əvvəlcə başlayaq bastırmadan. Bu cür xüsusi bıçaq da qoyublar. Ət yumuşaq. Çünki 3 gün əti, necə deyirlər, bastırırlar. Onu xüsusi formada saxlayırlar. Ona görə ət yumuşaq olur. İndi isə buğlamanın dadına baxaq. Hər ikisi ət yeməyidir, amma ayrı-ayrı dadları var. Hər ikisinin də dadı ləzzətlidir. Daşkəsənə gələndə bu ləzzətin mütləq dadına baxın. Nuş olsun.
Səyahət bizim yalnız ayaqlarımızla deyil, ruhumuzla da getdiyimiz yerdir. Daşkəsən kimi. Burada görəcəyiniz təbiət sizə bir huzur, bir rahatlıq verəcək. Burada ruhunuz dincələcək sözləri də tam yerinə düşür. Dünya üzrə aparılan araşdırmalara görə insanlar səyahət elədikcə daha xoşbəxt, daha anlayışlı və çox bilmiş olurlar. Azərbaycanda da misal var. Çox gəzən, çox bilər. Bildiklərimizlə tək dünyanı deyil, elə özümüzü də kəşf edirik. Dəyişirik, yenilənirik. Daşkəsəndə olduğu kimi. O da dəyişir, yenilənir və bunu gələn hər qonağa ürək açıqlığı ilə ötürür. Bura Daşkəsənin Şəmkirli yaylağı. Ha vaxt gəlsəniz gözünüz üstə yeriniz var. Dünyada yeganə sort arıdır, Daşkəsənin Qabaqtəpə kəndində yetişir. Daşkəsənin havası sərindir, suyu can dərmənidir. Hava istəsəniz gələ bilərsiniz, gözünüzdə yeriniz var. Murov dağ silsiləsinə yerləşən Daşkəsən təbiəti, havası, suyu, insanları, kəndləri ilə sizi valeh eləyəcək. O ilk andan sizi təəccübləndirməyə qadirdir. Bu isə yadda qalan səyahət deməkdir. Belə bir səfəri yaşamaq istəyirsinizsə, o zaman Daşkəsənə gəlin. Onu tanıyın və kəşf edin. Çünki kəşf eləmək hər zaman gözəldir.